Təəssüf ki, yenə də qətl hadisəsi barədə xəbər verəcəyik. Paytaxtın daha bir qan donduran cinayət hadisəsi baş verib və bu barədə məlumat veririk. 33 yaşlı kişi əvvəlcə qadın tanışının həyatına, daha sonra isə öz həyatına son qoyub. Təfərrüatları əməkdaşımız Rəşad Vəkiloğlu'ndan eşidəcəyik. Öldürür onu, özü də gedib özünü asır. Mən bunu vəhşilik sayıram. Paytaxtın Nizami rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Gülnisə Cəbrayılovanın qətlə yetirilməsi ilə bağlı Nizami rayon prokurorluğuna məlumat daxil olub. Hadisə şahidlərinin verdiyi məlumata görə Elvin Gülnisəni bıçaqladıqdan sonra bıçağı onun kürəyindən çarpmadan qaçıb. Məlumata görə Elvin Orucov Gülnisə Cəbrayılovanı 227 saylı məktəbin qarşısında bıçaqlayıb. Lakin qız ondan qaçaraq canını qurtarmaq istəsə də elə küçənin bu hissəsində aldığı bədən xəsarətlərindən burada yıxılıb. Elvin isə qaçaraq hadisə yerindən uzaqlaşıb. Lakin sonradan verilən məlumata görə o da özünə bir neçə bıçaq zərbəsi vuraraq həyatına son qoyub. Dərhal hadisə yerinə polis və təcil yardım çağırılıb. Mən yaxınlaşdım, gördüm ki, arnadı uzanıb qız yerdə sadəcə. Qoydular, yəni xəstəxanaya həkimlər gəldi, götürdülər, apardılar. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılsa da o yolda dünyasını dəyişib. Elnur Orucov hadisə yerindən qaçdıqdan sonra polisə onun özünü öldürməsi ilə bağlı məlumat daxil olub. Heç kim görmədi onu. Onu sadəcə kameralardan götürdülər, oyunu araşdırdılar. Bir neçə yerindən dəymişdi bıçaq. Eşitdiyimə görə də üstünə qalıb bıçaq. Elnur və Gülnisənin meyidləri müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Nizami şöbəsinə təhvil verilib. Prokurorluğun müstəntiqləri tərəfindən hadisə yerindən maddi sübut kimi qətldə istifadə olunan bıçaq götürülərək istintaqa təhvil verilib. İddialara görə Elvin və Gülnisə həm kişi yoldaş, həm də sevgili olublar. Qətlin dəqiq təfərrüatları aparılan istintaqın yekununda məlum olacaq. Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir. Rəşad Vəkiloğlu, Hikmət Quliyev, Space xəbər.